Bu 17-ci əsrdə yaşamış sarı aşığın büstüdür. Bax, belə sındırıb atıblar. Bu məşhur, dünyaca tanınmış sarı aşıq büstü budur. Qəbrinin yeri bax budur. 17-ci əsrdə qoyulmuş daş. Bax, bu daşdır. Bax, 1 manat burada pul qoyurlar nəzir. Bunu mən götürürəm. 1 manat nəzir qoymuşlar, onu götürürəm. Qismət mənimkiymiş. Götürdüm bunu. Kim qoysa Allah nəzir niyazını qəbul eləsin. Mən götürürəm. Mənə düşür də yetim oğlanam. Atam yox, anam yox. Yetiməm. Götürürəm. Bu da bax 17-ci əsrdə çəkilmiş sazın şəkilidir. O saz aşığı olubdur da, bax həmin odur. 17-ci əsrin abidəsidir. Müəyyən səbəblərdən bunun ətrafındakı olan divar sökülüb, yer belə düzlənib, amma bunun ətrafında 4 tərəf divar var idi. Divar sökülüb, bax budur. Sonra bu da onun sevgilisi yaxşının qəbridir. Yaxşının qəbri çayın o tayında, bax o yol çəkilən yer var. Orada olub, yolun planına düşdüyünə görə onu elə də köçürüblər bura, aşığın qəbrinin yanına. Bunun sevgilisi, nişanlısı olubdur. Amma bir-birinə həsrət ölüblər də deyilənə görə. 17-ci əsrdə olmuş hadisələrdir. Yəni bunu biz ağızdan ağıza eşitmişik. Bax, onun qəbridir. Bu vaxtdan elə, bax bu yazılar onun üstə yazılıb. Şimdi kim oxuya bilər, mən onu oxuya bilmərəm. Belə çıxıram, bax burada da vardı bizim Sultanbud türbəsi. Var idi, Sultanbud türbəsi. O da 17-ci əsr abidəsi idi. Bunun bir tərəfini o vaxt ildırım vurmuşdu. Biz orta məktəbdə oxuyanda bunu bərpa etmişdik. Bax, bunun ən hündür hissəsində, kümbəzin ən hündür hissəsində, bax, buyudur. Bax, bu qulu deyirdik buna. Bunun da üstünün yumrusu var idi. Bax, buradan qırılan hissə, görün buralarda görsənir, yoxsa yox. Bax, bu ən hündür yeri idi. Belə türbə fason bir yeri idi, beləsinə. Türbə düzəldilmişdi. Bunu vurub partladılar. O vaxtda şimşək vurmuşdu. Bunu biz 78-ci ildə, 77-ci ildə bunun bərpasında iştirak eləmişəm. Orta məktəb uşaqları ilə bir yerdə. Kim indi buna baxsa, bu videoya baxsa, yəqin ki xatırlayar bizim orta məktəb uşaqlarını. Buradan da belə çıxaq. Bax, burada xıncılavız tapmışam. Xıncılavız. Bax, xıncılavız deyiləm. Budur, qoy görüm. Bunu neynəsə çıxarda bilirəm. Ben gönder çöp tapım çöplə. Bunu qazım çıxardım. Yox, qopardım mənim. Başqa yerdən, yumuşaq yerdən tapsam qopardım. Ne oldu?